Salam hörmətli şagirdlər, hörmətli abituriyentlər. 9 aprel tarixində təşkil olunmuş buraxılış imtahanında istifadə olunan Azərbaycan dili suallarının izahına baxacaqsınız. Sualların izahına keçməmişdən öncə qeyd edək ki, kanalımıza abunə deyilsinizsə, abunə olub bildirişləri aktiv edin ki, növbəti günlərdə buraxılış imtahanı ilə bağlı edəcəyimiz paylaşımlardan xəbərdar olasınız. Başlayaq birinci sualın izahına. Hansı cümlədə yerli halda olan söz yer zərfliyi deyil? Qeyd edək ki, imtahan iştirakçısı bu test nümunəsini təhlil etmək üçün birinci növbədə yerli halda olan sözləri bilməlidir. Yəni, ismi yerli halında olan sözlərdən müəyyən dərəcə anlayış olmalıdır. Digər tərəfdən cümlələri sintaktik təhlil etməyi bacarmalıdır. Zərfliyin və xüsusən də yer zərfliyinin ifadə vasitəsini bilməklə bu test nümunəsini rahatlıqla təhlil edə bilər. Və variantları təhlil etməyə başlayarkən də birinci növbədə biz variantlarda verilmiş cümlələri sintaktik təhlil etməliyik, daha sonra yerli halda olan sözü müəyyən etməliyik. Baxın, növbəti günlərdə təşkil ediləcək buraxılış imtahanlarında sizin qarşınıza yerli halda olan söz deyil, yerli halda olan isim, yerli halda olan sifət, yerli halda olan zərf və s. çıxa bilər. Yəni, adətən imtahan iştirakçısı yerli halı gördükdə, yəni diqqətini birinci növbədə ismə yönəldir. Lakin unutmayaq ki, yəni digər nitq hissələrdə sifət, zərf və s. yəni yerli halda ola bilərlər və sizin qarşınıza xüsusiləşmiş variantda bu test nümunəsi təqdim edilə bilər, çıxa bilər. Yerli halda olan sifəti müəyyən elə, yerli halda olan zərfi müəyyən elə və s. Yəni buna görə də diqqətli olmalısınız və tövsiyə edirik ki, növbəti günlərdə iştirak edəcək namizədlər, iştirak edəcək imtahan iştirakçıları mütləq şəkildə demək, hər hansı bir test nümunəsi təqdim olunubsa, onun şərtini düzgün oxusunlar, yəni diqqətlə oxusunlar. Hər hansı bir test nümunəsinin yanlış oxunması, yanlış təhlil edilməsi, variantların da yanlış seçilməsinə gətirib çıxaracaqdır. Yəni buna görə də burada diqqətli olun. Başlayaq A variantından. A variantında biz birinci növbədə cümlələri sintaktik təhlil etməliyik. Dostlarım kitabxanada imtahana hazırlaşırlar. Hazırlaşırlar cümlənin xəbəridir. Kim hazırlaşır? Dostlarım. Nəyə hazırlaşır? İmtahana. Cümlənin tamamlığıdır. Harada hazırlaşır? Kitabxanada da cümlənin zərfliyidir. Yer zərfliyindən və yerli halda olan sözdən söhbət gedir. Kitab sözün köküdür. Xana leksik şəkilçisi və da yerli hal şəkilçisidir. Demək, yerli halda olan söz vardır. Yəni, yerli halda olan isimdir. Eyni zamanda yerli halda olan isim yer zərfliyi vəzifəsində işlənirdi. Yəni, məkan anlayışı bildirir. Ona görə A variantını çıxacağıq. B variantına baxırıq. Mənim uşaqlıq illərim burada keçib. Keçib cümlənin xəbəridir. Nə keçib? Mənim uşaqlıq illərim. Nəyə görə mənim uşaqlıq illərimi birlikdə bir cümlə üzvü götürdü? Çünki mənim illərim söz birləşməsidir, ismi birləşmədir və onun arasına girmiş söz də ayrıca cümlə üzvü kimi götürülə bilməz. Mənim uşaqlıq illərim söz birləşməsi, ismi birləşmə olduğuna görə birlikdə bir cümlə üzvü kimi götürəcəyik. Harada keçib? Burada keçib cümlənin zərfliyidir. Bura yer zərfidir və da yerli hal şəkilçisidir. Yerli hal şəkilçisidir. Və bayaq da qeyd etdik ki, baxın, isimdən başqa digər nitq hissəsi zərf də yerli hal şəkilçisi qəbul edibdir. Demək, yer zərfi, yer zərfliyi vəzifəsində çıxış edibdir. Ən nəhayətində yerli halda olan sözdür və yer zərfliyi vəzifəsində iştirak edir. Ona görə B variantı da ola bilməz. Çünki bizə yerli halda olan söz yer zərfliyi olmasın. Yəni, yerli halda olan söz olsun, amma başqa bir cümlə üzvü vəzifəsində çıxış etsin. Demək, variantını axtarmalıyıq. Uşaqlar həyətdə təmizlik işlərinə başlamışdılar. Başlamışdılar cümlənin xəbəridir. Kim başlamışdı? Uşaqlar. Nəyə başlamışdı? Təmizlik işlərinə. Təmizliyin işləri təyini söz birləşməsidir, ismi birləşmədir. Ona görə birlikdə bir cümlə üzvü götürüləcək və tamamlıqdır. Nəyə başlamışdılar? Daha sonra harada başlamışdılar? Harada başlamışdılar? Həyətdə cümlənin zərfliyi olacaq. Həyət ismi üzərində də yerli hal şəkilçisini görürük və yerli halda olan söz yer zərfliyi vəzifəsində çıxış edir. Ona görə C variantında çıxacaq. Çobanlar yaxınlıqdakı dağda alaçıq qurdular. Qurdular nə etdilər? Cümlənin xəbəridir. Kim qurdu? Çobanlar. Nə qurdu? Alaçıq. Təbii ki, alaçıq sözünü mübtəda götürməyəcək. Çünki cümlənin bir mübtədası artıq var. Çobanları görürük orada. Alaçıq qurdular sözü, daha doğrusu alaçıq sözü qurdular sözünə aid olduğuna görə demək, burada tamamlıq vəzifəsində də alaçığı qurdular. Nəyi? Cümlənin tamamlığı olacaq. Harada qurdular? Dağda. Cümlənin zərfliyidir. Dağ ismi üzərində da yerli hal şəkilçisi var və yerli halda olan söz yer zərfliyi vəzifəsində çıxış etdi. Hansı dağda? Yaxınlıqdakı da cümlənin təyini olacaq. Demək, yerli halda olan söz yer zərfliyi vəzifəsindədir. Ona görə D variantı da ola bilməz. E variantına baxırıq. Qəzetdə bu barədə ətraflı yazılmışdı. Yazılmışdı nə edilmişdi? Cümlənin xəbəridir. Nədə yazılmışdı? Qəzetdə.
cümlənin tamamlığı vəzifəsində çıxış etdi və necə yazılmışdı? Ətraflı yazılmışdı. Cümlənin zərfli idi. Zərfli idi və yer zərfliyi vəzifəsində də deyil, yerli halda da deyil. Demək, bu ümumiyyətlə bizim doğru cavaba təsir edə bilməz. Bu barədə qoşmalı sözdür. Birlikdə demək bir cümlə üzvü götürüləcək və tamamlıq vəzifəsində çıxış edəcək. Yəni ayrı-ayrı tamamlıqlardır bunlar qəzetdə və bu barədə. Qəzetdə sözü qəzet ismidir və də yerli hal şəkilçisidir. Yerli halda olan sözdür, lakin yer zərfliyi deyil. Tamamlıqdır. Ona görə doğru cavabımız olacaq E variantı. İkinci sualın izahına baxaq. Hansı cümlədə frazeoloji birləşmə işlənmişdir? Frazeoloji birləşmələr məcazi sabit birləşmələrdir. Yəni bir neçə həqiqi mənalı sözlər toplaşaraq birlikdə bir məcazi məna ifadə etməlidir ki, biz onu demək frazeoloji birləşmə götürə bilək. Və eyni zamanda qeyd edək ki, hər məcazi mənada olan sözlərdə frazeoloji birləşmə hesab edə bilmərik. Birinci növbədə o birləşmə olmalıdır. İkinci növbədə də təbii ki, öz mənalarını itirərək birlikdə bir məcazi məna ifadə etməlidir. Və variantları təhlil edərkən birinci növbədə biz yenə sintaktik təhlil edəcəyik. Çünki sintaktik təhlil edən zaman biz frazeoloji birləşməni birlikdə bir cümlə üzvü kimi götürəcəyik ki, artıq orada yəni xüsusi formada biz frazeoloji birləşmələrə nəzər salmış olacağıq. Soyuqdur cümlənin xəbəridir. Nə soyuqdur? Su. Necə soyuqdur? Buz kimi. Demək, cümlənin zərfliyi olacaq və burada demək, məzmuna diqqət yetirməklə imtahan iştirakçısı bu test nümunəsini rahatlıqla təhlil edə bilər. Frazeoloji birləşməni müəyyən edən zaman biz məcaziliyə xüsusən diqqət yetirməliyik. Su həqiqətən də buz kimi soyuq ola bilər və ya isti ola bilər. Demək, bu həqiqi mənadadır. Ona görə A variantını götürə bilmərik. Sonra Mahmud Qaşqarlı bir neçə dil bilirdi. İstər türkologiya elminin banisi Mahmud Qaşqarlı olsun, istərsə başqa bir tanınmış sima olsun, bir neçə dili həqiqətən bilə bilər. Demək, bu variantda bizim doğru cavab ola bilməz. Bilirdi cümlənin xəbəridir. Kim bilirdi? Mahmud Qaşqarlı. Mahmud Qaşqarlı. Demək, nəyi bilirdi? Dili cümlənin tamamlığıdır. Bir neçə də təbii ki, burada təyin vəzifəsində çıxış etmiş olacaq. B variantı bizim doğru cavab ola bilməz. Kitabı cırılmış görəndə özünü itirdi. İtirdi ayrıca bir xəbər ola bilməz. Özünü itirdi. Birlikdə bir cümlə üzvüdür. Bunun isə səbəbini birazdan qeyd edəcəyik. Nə zaman özünü itirdi? Kitabı cırılmış görəndə. Fe'li bağlama tərkibinə ifadə olunub. Ona görə də birlikdə bir cümlə üzvü olacaq. Və doğru cavabımız olacaq elə C variantı. Buna isə səbəb özünü itirdi birləşməsinin frazeoloji birləşmə olmasıdır. Diqqət yetirdisə birlikdə bir cümlə üzvü götürdüm. Çünki frazeoloji birləşmələr birlikdə bir cümlə üzvü olur. Özünü itirmək, yəni belə deyim, məsələn, çaşa bilər, özünü itirə bilər və yaxud da başqa formada özünü itirə bilər. Bu insan həqiqətən də özünü itirə bilməz də. Biz hər hansı bir əşyanı itirə bilərik və onu axtara bilərik, amma biz özümüzü itirib özümüzü axtara bilmərik. İtirdi sözü ayrıca həqiqi mənadadır, özünü sözü də ayrıca həqiqi mənadadır. Amma birləşərək birlikdə bir məcazi məna ifadə edir və frazeoloji birləşmə hesab olunur. Demək, doğru cavab olacaq 2-də C bəndi. D variantına baxırıq. Havadan yosun iyi gəlirdi. Demək, gəlirdi cümlənin xəbəridir. Nə gəlirdi? Yosun iyi ismi birləşmədir və birlikdə bir cümlə üzvü mübtəda götürüləcək. Haradan gəlirdi? Havadan da cümlənin zərfliyi olacaq və havadan həqiqətən də yosun iyi gələ bilər. Ona görə D variantı da doğru cavab ola bilməz. E variantına baxırıq. Şəlalənin səsi çox uzaqlardan eşidilirdi. Eşidilirdi cümlənin xəbəridir. Nə eşidilirdi? Şəlalənin səsi. Birlikdə bir cümlə üzvü olacaq. İsmi birləşmədir. Daha sonra uzaqlardan da cümlənin demək zərfli olacaq. Çox sözünü təhlil etməyəcəyik. Demək, burada şəlalənin səsi uzaqlardan həqiqətən də eşidilə bilər. Yəni şəlalənin həqiqətən də səsi ola bilər. Bir suyun həqiqətən səsi var. Ona görə də frazeoloji birləşmə ola bilməz. Çünki məcazi sabit birləşmə deyillər. Üçüncü sualın izahına baxırıq. Kifayət qədər sadə bir sualdır və növbəti günlərdə də imtahanlarda bu tipli sualların istifadə edilməsi demək güman olunur. Birində tərzi hərəkət sərfi işlənmişdir. Demək, tərzi hərəkət sərfinin işləndiyi variantı müəyyən etməliyik. Gəlin birinci növbədə yenə də sintaktik təhlil edək. Deyil sözü ayrıca cümlənin demək xəbəri ola bilməz. İsti deyil, birlikdə bir cümlə üzvü olacaq. Nə isti deyil, hava cümlə mübtədasıdır. Nə zaman? Demək, bugün. Bugün burada zərfdir. Zərf demək, funksiyasını daşıyır, lakin tərz hərəkət zərfi deyil, zaman zərfidir. Ona görə biz bunu götürə bilmərik, zaman.
Sonra qanun bəzən qaralırdı. Qanı qaralamaq frazeoloji birləşmədir və birlikdə bir cümlə üzvü götürülür. Yəni cümlənin xəbəridir və frazeoloji birləşmələr cümlənin daha çox xəbəri vəzifəsində çıxış edə bilər. Burada da bəzən sözünü deyə bilərsiniz. Bəzən sözü də zaman zərfidir. Nə zaman? Bəzən. Bizə isə tərz hərəkət zərfi lazımdır. Demək A, B variantları doğru ola bilməz. Qatar sürətlə gedirdi. Gedirdi cümlənin xəbəridir. Nə gedirdi? Qatar. Necə gedirdi? Sürətlə də cümlənin zərfliyi idi. Demək, burada tərz hərəkət zərfi, demək, zərflik vəzifəsində çıxış edibdir və tərz hərəkət zərfidir. Daha çox lə şəkilçisi, lə ünsür vasitəsilə biz tərz hərəkət zərfi formalaşdırırıq. Yəni, necə, nə cür, nə tərzdə getdi? Sürətlə getdi. Doğru cavab olacaq elə C variantı. D variantına baxırıq. İndicə şad xəbər aldıq. Xəbər almaq cümlənin xəbəridir. Demək, nə zaman indicə cümlənin zərfliyidir və şad sözü burada əslində mübahisəli bir məsələdir. Yəni, burada mübahisəli olmasına görə bunu imtahana salmayıblar. Sadəcə biz burada sintaktik təhlil etməməliyik, amma təhlil etdiyimizə görə qeyd edək ki, xəbər almağa deyil, şad sözünü xəbər sözünə aid olaraq götürsək, cümlənin təyin olmuş olacaq. İndicə sözdə burada zaman zərfi vəzifəsində çıxış edir. Demək, D variantı da bizim doğru cavab ola bilməz. Nənə biraz sakitləşdi. Sakitləşdi cümlənin xəbəridir. Kim nənə? Biraz da cümlənin zərfliyi olacaq və amma bu zərf və ya zərflik, yəni cümlə üzvü və ya nitq hissəsi baxımından yanaşsaq, bu demək olacaq cümlənin kəmiyyət zərfliyi. Kəmiyyət zərfi olacaq, daha doğrusu zərflik deyil. Biraz zərflik vəzifəsində işlənibdir və biraz həm də zərfdir nitq hissəsi baxımından və kəmiyyət zərfidir. Bizə isə tərz hərəkət zərfi lazımdır. Üçüncü sualın doğru cavabı C variantı. 4-ə baxırıq. Dördüncü tapşırıqda kifayət qədər sadə bir tapşırıqdır. Yəni, asan suallar sessiyasına, sırasına daxildir. Sözlərdən birinin tələffüz şəkli düzgün göstərilməmişdir. Gəlin baxaq. Lənət sözünün düzgün tələffüz forması, bəli, düz qeyd edilibdir. Lənət, yəni ə saiti uzandığına görə bu düzgün formada qeyd edilibdir. Amma əgər variantda sait uzanması qeyd edilməsəydi, artıq həmin demək, sözün tələffüz şəkli düzgün olmayacaqdı. Hər hansı bir fonetik hadisə və ya prinsiplərin tələffüz zamanı göstərilməməsi həmin sözün yanlış tələffüz edilməsi deməkdir. Baxmayaraq ki, biz qeyd etmişik ki, hər hansı bir saitin uzanması fərqli məqam deyil. Fərqli məqam başqa bir anlayışdır. Tələffüz şəklinin düzgün olması fərqli bir anlayışdır. Yəni, burada uzun tələffüzün qeyd edilməməsi yanlış olardı. Burada qeyd olunub, ona görə A variantını çıxacaq. Yarpaq sözü q ilə yazılır, x kimi tələffüz olunur, doğrudur. Zəif sözü y samiti yox, zəif formasında yazılır və zəif formasında tələffüz olunur. Bu da doğrudur. Otaq sözü də q-x kimi tələffüz olunur. Bəli, bu fikir də doğrudur. Dəftər yazılış formasıdır. Yəni, D variantında dəftər sözü orfoqrafik məqamdır və düzgün tələffüz forması dəf-dər formasında olacaq. Yəni, iki kar samiti yanaşı gələndə adətən ikinci kar samit özünün cingiltili qarşılığı ilə əvəz olunur ki, burada da t-də əvəzlənməsi baş verdi. Yəni, D variantının tələffüz şəkli doğru deyil. D variantı bizim doğru cavabdır. Cümlələrdən birində təkcə sözü ədat kimi işlənibdir. Qeyd edək ki, burada biz demək, təkcə sözünü başqa bir nitq hissəsi kimi də düşünə bilərik. Yəni, təkcə ədat deyil, yalnız ədat deyil, başqa bir nitq hissəsi kimi də düşünülə bilər və illərdə artıq bu test nümunəsindən imtahanlarda istifadə olunur. Ola bilər ki, növbəti günlərdə də siz bu tapşırıqla, yəni buna bənzər bir tapşırıqla qarşılaşasınız. Cümlələrdən birində təkcə sözü ədat kimi işlənmişdir. Təkcə dayanıb, təkcə sözü dayanmaq sözünə aid olduğuna görə dayanmağın tərzini bildirir və təkcə sözü orada necə sualına cavab verdiyinə görə tərzi hərəkət zərfidir. Lakin üzərində olan o C şəkilçisi ki var, şəkilçisi yoxdur, yəni C ünsürü ki var, C ədatdır, amma təkcə sözü yox. Yəni bizə isə təkcə sözünün ədat formasında işləndiyi variant lazımdır, A variantını çıxacaq. Mən bu dərdi təkcə çəkmişəm. Təkcə dayanıb, təkcə çəkmə, yəni hər ikisində demək, təkcə hərəkətə aid olduğuna görə, demək, burada da yenə zərf variantında çıxış edibdir. Yəni, bunu da çıxacaq. Amma orada yenə də zə ünsürü ədatdır. Bizə isə təkcə sözünün ədat, yəni məhdudlaşdırıcı ədat olması lazımdır. Və qeyd edək ki, təkcə sözünün ədat olmasını tapmaq üçün biz o sözü, təkcə sözünü yalnız, ancaq, yəni məhdudlaşdırıcı ədatın digər nümunələri ilə əvəz edə bilərik. C variantına baxaq. Məncə təkcə xampəri vaxtında gəlir. Demək, məncə
yalnız xampəri vaxtında gəlir və ya ancaq xampəri vaxtında gəlir. Baxın, demək, ədatın digər növləri ilə əvəz edə bildik. Demək, əvəz edə bildiksə doğru cavabımız olacaq elə C variantı. D variantına baxırıq. Müharibədən əvvəl də təkcə yaşayırdı, indi də təkcə yaşamaq sözünə aid olduğuna görə yenə də zərf olacaq. Necə yaşayırdı, nə cür yaşayırdı və təkcə qalmışam, yenə də qalmaq feilinə aid olduğuna görə demək, burada da zərf variantında çıxış etmiş oldu. Zərflik yox, zərf vəzifəsində. Çünki biz nitq hissələrindən danışırıq. 6-cı sualın izahına baxırıq. Nümunə ilə bağlı doğru fikri müəyyən edin. Baxın, şərti oxuyarkən yenə də diqqətli olun, doğru fikirdən söhbət gedir. Variantlara baxıram ki, variantlarda bizdən sintaktik təhlillə bağlı məsələlər, feillə bağlı məsələlər soruşulduğuna görə, demək, mən birinci növbədə cümləmi sintaktik təhlil etməliyəm. Demək, böyüyür cümlənin xəbəridir, yer dəyişmə baş verib burada. İnversiya halı var. Böyüyür nə? İlan balası cümlənin mübtədasıdır. Hansı ilan balası? Körpə. Hansı ilan balası? Bu. Yəni, bunlar ayrı-ayrı təyinlər kimi götürüləcək. Gah köməkçi nitq hissəsidir, burada da köməkçi nitq hissəsidir. O başa cümlənin zərfliyidir, bu başa cümlənin zərfliyidir, sürünür də xəbərdir. Demək, diqqət yetirdiksə, sadə cümlədir. Çünki hər iki xəbər bir mübtədəyə, yəni ilan balasına aiddir. İlan balası həm böyüyür, həm də sürünür. Demək, bu cümlə həmciz xəbərli sadə cümlədir. Yəni, birinci növbədə biz bunu aydınlaşdırmış olduq. A variantına baxaq. Xəbərlər qayıdış növdə olan feillərlə ifadə olunmuşdur. Baxın, sürünür sözü, bəli, ünsürü olduğuna görə demək, qayıdış növdədir. Qayıdış növdədir. Lakin böyüyür sözündə isə böyü sözün köküdür, ür qrammatik şəkilçidir və burada biz digər məna növlərinin hər hansı bir ünsürünü, şəkilçisini və ya xüsusiyyətlərini görmədiyimizə görə demək, bu sözü məlum növdə götürəcəyik. Feilin qrammatik məna növlərindən məlum növdə götürəcəyik. Bizə isə deyir ki, xəbərlər yox, xəbər. Ona görə A variantını çıxacaq. Bizə doğru fikir lazımdır. Sürünür sözü kvadrat işarəsinin yerinə əlavə edilsə, cümlənin quruluş cönövü dəyişəcəkdir. Yəni, quruluş cönövü cümlənin, sözlərin yox, cümlənin quruluş cönövü sadədir və sürünür sözünü qoyaq ora. Böyüyür bu körpə ilan balası, gah o başa sürünür, gah bu başa sürünür. Sürünür sözünü əlavə etsək də, istər sürünür sözü, sürünür feili, sürünür xəbəri olsun, istərsə də böyüyür xəbəri olsun, ilan balasına aiddir. Yəni, həmciz xəbərli yenə sadə cümlə olaraq qalacaq. Demək, bu fikirdə doğru ola bilməz. C variantına baxaq. Bütün cümlə üzvlərinə aid nümunə var. Xeyr, baxın, təyin var, xəbər var, zərflik var, amma tamamlıq yoxdur. Tamamlıq olmadığına görə C variantında çıxacaq. Həmciz xəbərli müəyyən şəxsli sadə cümlədir. Baxın, bəli, həqiqətən də həmciz xəbərlidir, çünki hər iki xəbər bir mübtədəyə aiddir. Eyni zamanda sadə cümlə idi, bayaq da qeyd etdik. Çünki cümlənin bir mübtədası varsa, iki xəbərdən ibarətsə, bu sadə cümlədir. Və müəyyən şəxslidirmi? Bəli, çünki mübtədası var. Mübtədası olan cümlələr də müəyyən şəxsli cümlələrdir. Doğru fikir axtardığımıza görə doğru cavab olacaq D variantı. Tabesiz mürəkkəb cümlədir. Xeyr, mürəkkəb cümlə deyil, sadə cümlədir. Sadə, həmciz xəbərli sadə cümlədir. Ona görə E variantı da ola bilməz. 7-ci sualın izahına baxırıq. Hansı cümlədə keçmiş zamanda işləmiş feil var? Baxırıq, keçmə araz dərindir, içmə suyu sərindir. Keçmə və içmə sözlərinə baxacağıq. Keçmə sözü və içmə sözləri əmr şəklində işlənibdir. Əmr şəklindədirsə, demək, feilin zamanından söhbət gedə bilməz. Çünki biz zamanı axtarırıqsa, feilin xəbər şəklinə baxmalıyıq. Ona görə A variantını çıxacağıq. B variantına baxaq. Araqçının məndədir, sərmişəm çəməndədir. Sərmişəm, demək, sərmək sözün köküdür, sərmək sözün köküdür, miş orada, demək, zaman şəkilçisidir və nəqli keçmiş zamanda olduğuna görə, bizə də keçmiş zaman ümumi soruşulduğuna görə doğru cavabımız olacaq elə B variantı. Sonra, çox uzaqdan eşidildi vətənimin gür səsini. Burada biraz cümlədə bitkinlik tam deyil, yəni bizə təqdim edilmiş nümunə bu cürüdür, ona görə də biz bu cür sizlərə təqdim etmiş olduq. Eşidildi, cümlənin demək xəbəridir və eyni zamanda feildir. Baxırıq indi. Demək, eşitmək sözün köküdür, ir orada indiki zaman şəkilçisidir. Bir dəqiqə, eşidildi. Yəni burada eşidirdi olmalıdır. Eşidirdi. Yəni bunu bizə abituriyentlər necə təqdim edibsə, biz də o cür təqdim etdik. Eşidirdi. Buradakı ir şəkilçisi cümlənin demək
xəbəridir və eyni zamanda feildir. Feil də burada indiki zaman eşidir idi. İdi hissəci ilə işlənibdir. Buradakı idi hissəci idi və biz bilirik ki, zaman şəkilçiləri ya kökə, ya başlanğıc formaya qoşular. Ondan sonra qoşulanlar təbii ki, hissəciklərdir. Bizə isə keçmiş zamanda olan feil lazımdır. Yaşadır anaları övladların sevinci. Yaşadır, yaş sözün köküdür. Yaşamaq, yaşatmaq və ır da indiki zaman şəkilçisidir. Başlanğıc formaya ır şəkilçisi əlavə olunub. İndiki zaman. İndiki. Bizə keçmiş zaman lazımdır. D variantı da ola bilməz. Qaranquşlar yazda ellərə salam deməyə gəlirmiş. Gəl sözün köküdür, gəlmək sözün köküdür. İr indiki zamandır. Çünki birbaşa kökü artırılan bizə əsas verir ki, biz deyək ki, bu söz indiki zamandadır. İndiki. Miş varsa, demək zaman şəkilçisindən sonra gələnmiş imiş hissəcidir. İmiş. İmişin qısaldılmış formasıdır. Qeyd edək ki, zaman şəkilçilərini müəyyən etmək üçün biz birinci növbədə feilin xəbər şəklinə baxmalıyıq. Digər tərəfdən isə diqqət yetirməliyik ki, zaman şəkilçisi kökə və başlanğıc formaya artırılıbmı? Və doğru cavab olacaq B variantı. 8-ci sual. Hansı cümlədə əlavə söz birləşməsinə ifadə olunmayıbdır? Əlavə, yəni söz birləşməsinə əlavə, daha doğrusu cümlə üzvünün əlavəsi söz birləşməsinə ifadə olunmasın. Payızda nə zaman? Cümlənin zərfliyi olacaq. Aha. Baxaq, indi əlavəmiz havaların get-gedə soyuduğu bir vaxtda. Baxın, söz birləşməsi ilə ifadə olunubdur. Demək, söz birləşməsinə əlavə ifadə olunduğuna görə bu variantı götürə bilmərik. Onun atası buralara cənubdan, demək, Arazın Obri tayından gəlmişdi. Cənubdan cümlənin zərfliyidir. Arazın Obri tayından da yenə söz birləşməsinə ifadə olunubdur. Demək, B variantı da ola bilməz. Bayaq nə zaman? Aha. Atları arabaya qoşanda. Yenə də nə zaman? Baxın, gördüyümüz kimi burada da tərkib əmələ gətirib və söz birləşməsi formasındadır. Ona görə C variantında çıxacağıq. D variantına baxaq. Cəmaət ondan, kolxoz sədrindən nəsə çəkinirdi. Demək, kimdən ondan? Burada əlavə budur. Kolxoz sədrindən. Kolxozun sədri yenə də söz birləşməsindədir, formasındadır. Ona görə D variantı da ola bilməz. Bu ağacı, ənciri onun əmisi əkmişdi. Ağacı nəyi? Tamamlıq. Təbii ki, bu ayrıca bir cümlə üzvüdür, təyindir. Ağacı nəyi? Ənciri nəyi? Baxın, ayrı-ayrı sözlərdən ibarətdir. Birləşmə formasında deyil. Demək, doğru cavab olacaq E variantı. 9-cu sualın izahına baxaq. Hansı cümlələrin tərkibində qoşma çıxarılsa, sintaktik təhlil sxemi dəyişməz. Baxaq. Avtobusumuz dayanmadan Şuşaya qədər getdi. Demək, biz burada getdi cümlənin xəbəri kimi götürsək, nə getdi? Avtobusumuz. Demək, avtobusumuz, aha, Şuşaya qədər getdi. Şuşaya qədər cümlənin zərfliyi idi. Necə getdi? Dayanmadan getmiş oldu. Baxın, indi burada qədər sözünü çıxarsaq nə dəyişəcək? Şuşaya getdi. Demək, sxemin dəyişmədiyi variant bizə lazımdır. Avtobusumuz dayanmadan Şuşaya qədər getdi. Şuşaya getdi. Hara getdi? Yenə də zərflik formasında qaldı. Yəni, qədəri də çıxarsaq yenə zərflik olacaq. Ona görə biri götürəcəyik. Bizdə dəyişməzdir. Burada da dəyişmədi. Əlindəki o kitabı mağazadan dostu üçün alıb. Demək, alıb nə edib cümlənin xəbəridir. Demək, əlindəki o kitabı, əlindəki hansı kitabı, o kitabı və burada da tamamlıq, mağazadan, haradan alıb, cümlənin zərfliyidir. Kim üçün alıb? Dostu üçün alıb. Üçünü köməkçini, yəni oradan çıxartsaq, kim alıb? Dostu alıb olacaq. Yəni üçün çıxanda dostu üçün birlikdə demək tamamlıq olur. Üçün çıxanda isə dostu alıb. Baxın, əlindəki o kitabı mağazadan dostu alıb. Kim alıb? Mübtəda vəzifəsində çıxış etmiş oldu. Dəyişdi cümlə üzvü. Yəni tamamlıq mübtədaya çevrildi. 2 olan variantları tez sıradan çıxardacağıq. Uşaqlar yarışlar bitəndən sonra evdədirlər. Baxaq. Evdədirlər kim? Uşaqlar. Aha. Nə zamandan? Yarışlar bitəndən sonra. Yarışlar bitəndən sonra. Sonra anda cümlənin demək, tərkibindən çıxartmış olsaq, burada hər hansı bir dəyişilmə baş verməyəcək. Yarışlar bitəndən evdədirlər, yəni bitən zamandan. Demək ki, burada da dəyişilmə olmalıdır. Yəni, zərflik yenə zərflik olaraq qaldı. 3 bizim doğru cavab ola bilər. 1, 3. Aha.
Düzgün cavabımız olacaq E variantı. A və C variantları doğru cavab ola bilməz. Demək, qonşuları ilə ancaq bu gün görüşə bilər. Görüşə bilər cümlənin xəbəridir. Aha. Demək, nə zaman görüşə bilər? Bu gün cümlənin zərfliyidir. Zərf zaman zərfliyi vəzifəsindədir. Qonşuları ilə, kim ilə cümlənin tamamlığıdır. Ancaq təbii ki, köməkçi nitq hissəsi təhlil etməyəcəyik. Baxın, burada biz demək iləni cümlənin tərkibindən çıxartsaq, qoşmanı, yəni ilə qoşmasını cümlənin tərkibindən çıxarsaq, qonşuları bu gün görüşə bilər. Kim qonşuları avtomatik olaraq mübtədəyə çevriləcək. Yəni tamamlıq mübtədəyə çevrildi. Ona görə 4-ü də götürə bilməyəcəyik. Bizə dəyişməz deyir. Burada isə dəyişir. Onlar Bakıya ali təhsil almağa görə gəlmişdilər. Gəlmişdilər cümlənin xəbəridir. Demək, gəlmişdilər cümlənin xəbəridir. Kim gəlmişdi? Onlar gəlmişdi. Hara gəlmişdi? Bakıya. Haraya gəlmişdi? Bakıya gəlmişdilər. Nə üçün gəlmişdilər? Ali təhsil almağa görə. Burada görəni cümlənin tərkibindən çıxarsaq, demək, ali təhsil almağa nə səbəbə gəlmişdilər? Yəni, səbəb burada qoşmasını görürük. Ali təhsil almağa görə gəlmişdilər və ya ali təhsil almağa gəlmişdilər. Yenə zərfli olaraq qalacaq. Ona görə 5-i də götürə bilərik. Demək, düzgün cavabımız olacaq E variantı. Baxaq 10-cu sualın izahına. Hansı nümunələrin tərkibində həm tabesizlik, həm də uzlaşma əlaqəsi özünü göstərir? 10-cu sualda soruşur ki, hansı nümunələrin tərkibində tabesizlik və uzlaşma əlaqəsi özünü göstərir? Qeyd edək ki, uzlaşma əlaqəsinin ayrıca testə salınması ehtimal olunmurdu, amma bunu salıblarsa artıq demək ki, növbəti imtahanlarda da bu düşə bilər. Burada diqqətli olaq. Pisliyə məğlub olma, pisliyə yaxşılıqla qalib gəl. Gəlin birinci növbədə sintaktik təhlil edək. Qalib gəl cümlənin demək xəbəridir. Məğlub olma da yenə cümlənin xəbəridir. Qalib gəl nəyə? Pisliyə. Nə ilə? Yaxşılıqla. Cümlənin yenə tamamlığıdır ayrı-ayrı. Nəyə? Pisliyə. Baxın, həmcins tamamlıqlar varsa, demək ki, burada tabesizlik əlaqəsi var, amma uzlaşma əlaqəsi yoxdur. Nəyə görə? Çünki mübtəda yoxdur. Sən məğlub olma, sən qalib gəl. Yəni, sən mübtədası olmadığına görə, demək, burada uzlaşma əlaqəsi yoxdur. Uzlaşma əlaqəsi mübtəda ilə xəbər arasında olur. Biri çıxacaq, demək, birlər olan variantlar bizim doğru cavab ola bilməz. 2-yə baxırıq. Xalqın müqəddəratı vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir. Çevrilməlidir cümlənin xəbəridir. Nə çevrilməlidir? Xalqın müqəddəratı, nə vətənin taleyi. Demək, nəyə çevrilməlidir? İnsanın taleyinə. Bu da söz birləşməsidir, birlikdə bir cümlə özü kimi götürüləcək. Və burada biz mübtəda ilə xəbər arasında uzlaşmanı görürük. Xalqın müqəddəratı çevrilməlidir, vətənin taleyi çevrilməlidir. Mübtəda ilə xəbər arasında uzlaşma var. Və eyni zamanda həmcins mübtədalar varsa, demək ki, bu cümlədə tabesizlik əlaqəsi də var. Yəni, tabesizlik əlaqəsi həmcins sözlər arasında olur. Demək, 2-ni götürə bilərik. Daha sonra 3-ə baxırıq. Kim öz vətənini sevmirsə, deməli, o heç nəyi və heç kimi sevmir. Gəlin, bunu birinci növbədə sintaktik təhlil edək. Sevmir. Aha, kim? Sevmirsə, kim? Cümlə mübtədasıdır. Sevmir. Aha. Nəyi? Heç kəsi. Kimi? Heç kəsi. Cümlənin tamamlığıdır. Heç nəyi də yenə cümlənin tamamlığı olmuş olacaq. Baxın, burada yenə də biz mübtəda ilə xəbər arasında uzlaşmanı görürük. Yəni, mübtəda ilə xəbər arasında uzlaşma var və həmcis tamamlıqlar var. Həmcis tamamlıqlar varsa, tabesizlik əlaqəsi də var. Demək, 3-ü də götürəcək. 2, 3, hər ikisində 2, 3 var. Yaxşılıq və pislik yaddan çıxmaz. Yaddan çıxmaz nə? Demək, yaxşılıq, nə? Pislik. Ayrı-ayrılıqda mübtədadır. 2 həmcins mübtəda varsa, tabesizlik əlaqəsi var. Mübtəda ilə də xəbər arasında pislik yaddan çıxmaz, uzlaşma əlaqəsi var. Demək, biz 4-ü də götürəcəyik. 2, 3, 4. Doğru cavab E variantı olacaq. 5-də isə, baxın, demək, bu gün üçün yaşayan, gələcək üçün ümid, bu gün üçün yaşayın, gələcək üçün ümid edin. Ümid edin cümlənin xəbəridir. Yaşayın da cümlənin xəbəridir. Demək, bu gün üçün yaşayın, gələcək üçün ümid edin. Burada mübtəda yoxdur, demək, uzlaşma əlaqəsi də yoxdur. Ona görə 5-i də götürməyəcəyik. Doğru cavabımız olacaq 2, 3, 5.
Belə dəyərli izləyicilər, yaxın dəqiqələr ərzində sizlərə faydalı olmağa çalışdıq. Əgər bu video sizlər üçün faydalı oldusa, videonu bəyənməyi və paylaşmağı unutmayın. Növbəti günlərdə buraxılış imtahanında iştirak edəcək namizədlərə uğurlar arzu edirik.